Mən məhkəməyə gəldim. Burada açıq məkandır. Bura bağlı məkan deyil. Siz buradan məni çıxartmaya ihtiyacım yox. Mən də rahat yanmışam burada. Böyüklərcə deyil, məhkəmənin vaxtında başlasınlar. Böyük zalayısın. Məhkəmə adına bir şey yoxdur burada. Bu tragikomediyadır. Tragediyadır çünki günahsız insanları cəzalandırırlar, aylarla, illərlə, hətta məhkəmənin hökmü olmadan zindanlarda saxlayırlar, çox pis şərətdə saxlayırlar. Sonra da aylarla, absurd ittihamlarla proses güya aparırlar. Bu faciədir, insanların faciəsi. Eyni zamanda komediyadır, çünki qanun üzərində bu tam bir ironiyadır. Qanunun tamamilə bir kağıza, əskiyə döndərilməsi prosesidir. Amma hesab edirəm ki, demokratik düşərgənin nümayəndələri dostlarımızın, silahdaşlarımızın, bütün siyasi məhbusların məhkəmələrində iştirak etməlidirlər. Və ən azı bununla, başqa üsullarla onlara dəstək verməkdə davam eləməlidir. Məhkəmədə nə baş verdi? Deməli, günləri məhkəmə prosesi başlamamışdan qabaq diqqət yetirdik ki, məhkəmə zalının bir qismi naməlum şəxslər tərəfindən doldurulub. Halbuki çöldə gözləyən jurnalistlərə, xarici diplomatlara və s. dəstək verici insanlara bildirildi ki, zala giriş yoxdur. Ancaq zala giriş olmadığı tərzdə zalın bir qismi artıq doldurulmuşdur. Bu barədə məhkəmənin nəzərinə çatdırdıq və bildirdik ki, bu belə xoşagəlməz hadisələrin qarşısı alınmalıdır. Çünki bu süni şəkildə yaradılmış maneədir. Hansılar ki, imkan vermir ki, bu məhkəmə prosesi böyük diqqət maraqlı olan məhkəmə prosesi maraqlı olan şəxslər tərəfindən izlənilsin. Məhkəmənin gedişini necə qiymətləndirirsiniz? Məhkəmənin gedişatı bir daha onu göstərdi ki, yəni deməli bizim müdafiənin haqlı olan, əsaslı olan vəsadətlər rədd edildi. Ancaq ona baxmayaraq bir şeydən biz əldə edirik, bir nəticəni də biz əldə elədik ki, istintaqın hansı vəziyyətdə aparıldığı bir daha bu müəyyən olundu, aşkarlandı. Məhkəmədə Arif Yunus və Leyla Yunus ittihamları qəbul etmədi və hakim bildirdi ki, bu məhkəmə prosesində, məhkəmənin gedişində araşdırılacaqdır. Araşdırma prosesini necə qiymətləndirirsiniz? Şahidlər ifadələr verdi. Şahidlər ifadələr indi tam şəkildə ələn verib, şahid ifadələri tam şəkildə verilib, qurtarılmayıb. Ancaq verilən ifadələr onu göstərir ki, bu bizim hazırlıq icrasında verdiyimiz vəsadətdir ki, bir qism şahidlər bu işdən kənarlaşmalıdır, bu ittiham haqqından çıxarılmalıdır, bu bir daha öz təsdiqini tapdı. Yəni bu işə aidiyyəti olmayan, dəxli olmayan insanlar burada şahidlik edirlər, gəlirlər. İttihama heç bir aidiyyəti olmayan, kimsə mətbuatdan nəsə otur gəlir buradadır. Kimsə müəyyən edib ki, qəzetlərdən ki, Leyla Yunusova ermənilərə işdir. Yaxud da ki, hansı bir mühasib durur ki, Leyla Yunus Ermənistana gedib gəlib, hansılar ki, ümumiyyətlə, belə bir faktdır, ümumiyyətlə yoxdur. Arif Yunusun və Leyla Yunusun səhhəti ilə bağlı nə deyə bilərsiniz? Onların ikisinin də səhhəti çox ağırdır. Yəni, Leyla Yunusun səhhəti barəsində kifayət qədər məlumatlar verilib, yəni stabil olaraq ağırdır. Arif Yunusda isə ümumiyyətlə vəziyyət mən hesab elərəm daha təhlükəlidir. Qor olunmuş, amma ayxar, duman kimi gün maşınların qabağına gedirəm, görürüm. Ayxardır, raqsız qız, balam burasına, gəlsin balam, acından ölürəm mən. 100 asibin budqada qalıram, dəmir budqada qalıb, ev yoludur, evsizəm. Evsizəm mən, balam istəyirəm, yaşar balam istəyirəm, ha. Ağzın iş kəsib uşağından,